Kayrakan abi buyurun. Bu arada kim lazımdırsa yerimiz var. İstə yatın qəbul eləyin. Mikrofonu açtım. Esenlikler Buyurun. dilerim. Reşat Bey hoş gelmişsiniz. Esenlikler verdiniz. Çok sağ olun, salamlar. Onur verdiniz. Benim size sorum şöyle bir sorum var. Benim kökenim Akkoyunlu Devleti'nden Evet. Uzun Hasan'ın torunlarındanım ben yani. Büyük atamız bizim o. Şimdi bu Akkoyunlu Devleti ile Azerbaycan'daki Türklerin bir kan bağı şey olarak yani böyle daha ileri bir kan bağı var mı? Tamam bütün Türkler zaten birbirleriyle akraba da hani derece farkları olur ya işte. Akkoyunlu Devleti çünkü bir kısım devletin bir kısmı da Azerbaycan'ı da içeriyor diye hatırlıyorum ben yanlış %100 hatırlamıyorsam. doğru. Doğru. Onlarla böyle bir kan bağı var mı acaba şey olarak yani daha yakın bir kan bağı? Mövzuya belə deyim. Bax, Ural Altayçıların qəbul etdiyi bir nəzəriyyə var ki, türklər 1071-də Azərbaycana gəlib. Mən o nəzəriyyəni qəbul eləmirəm və dolayısıyla bir Azərbaycanda eramızdan əvvəl bizə bəlli, hələ mənbələrcə bəlli olan 5-ci, 6-cı minillikdən üzü günümüzə yaşayan Subar bəyliyi olub, Kuman bəyliyi olub, daha sonra Kutilər olub, daha sonra Lulubilər olub və bunun üzərinə daha sonra Arratda dövləti olub, daha sonra Manna Midiya dövləti olub, daha sonra Albaniya və Asurbodun, biz ona Atropatena deyirik, dövləti olub. Bunlar hamısı türk dövlətləri olub. Təbii ki, bu dövlətin içində necə günümüzdə fərqli etnik qruplar var idisə, o dövrdə də fərqli etnik qruplar var. Lakin mənbələrcə bilirik ki, bu əraziyə eramızdan əvvəl təxminən 8-ci əsrdə Bars körfəzinə, Kəngər körfəzinə Aryanların əcdadları gəlir. Onlar daha sonra burada Bars türkləri ilə qarışır. Daha sonra Elam Susi şəhərini tutur və daha sonra isə demək Midiya dövləti zamanında artıq Əhəmənilər sülaləsi Kiaksar şahın hakimiyyəti üzərində çiçəklənir. Niyə belə başladım? Və daha sonra Bəraziyə demək Hunlar gəlir, daha sonra Oğuzlar gəlir. Yalnız daha sonra Qıpçaqlar, daha sonra Səlcuqlar gələcək. Və Səlcuqludan sonra da artıq sənin də dediyin kimi burada Ağqoyunlu dövləti qurulur, Qaraqoyunlu dövləti qurulur və biz Azərbaycan rəsmi dərslik tarixində Ağqoyunlu və Qaraqoyunlu'nun Azərbaycan dövlətləri kimi keçirik. Osmanlıda bilmirəm nə cürdür. Yəni və biz Ağqoyunlu'nu da özümüzünki hesab eləyirik, Qaraqoyunlu'nu da özümüzünkünə hesab eləyirik. Təbii ki, Osmanlı da bizimdir. Biz hamımız birik. Amma yəni dərslikdə keçilməsi mənasında deyirəm. Və biz ona görə Ağqoyunlu'nu heç vaxt yad görməmişik və Azərbaycan ərazisində yetərincə qoç heykəlləri var ki, bu qoç heykəlləri ta qədim dövrdən fərqli coğrafiyaya yayılıb, amma Ağqoyunlu, Qaraqoyunlu dönəmində bunun son dönəmidir. Yəni qoç heykəllərinin yayılmağı. O da Azərbaycan ərazisində, Qərbi Azərbaycan ərazisində çoxdur və eynilə Türk ərazisində də qoç heykəlləri həmin o gələneğin son davamçılarıdır. Bilmirəm suala cavab verə bildim. Yok çok net anladım ben sizi. Teşekkür ederim. Bir de şeyi soracağım. Siz az önce özür dilerim. Kurduğunuz cümlenin bir tarafında dediniz ki Gutiler ve Luviler. Bəli. Gutiler ve Luviler köken olarak Türkler mi yani? Proto Türkler mi? Kutilər bir dönəm Akkatları 100 il ərzində idarə etmiş bir dövlətdir və biz onu Firidun Cəllovun Urmiya gölü nəzəriyyəsində Kutilərin türk olduğu qəbul görür. Ümumiyyətlə elə Azərbaycanın dərslik kitabında da Kutilər və Lulubilər Azərbaycan türkləri kimi keçilir. Ben neden sordum bunu? Sorma sebebim şuydu. Bir yayında Kürt kökenli birisinin işte Sümerlerin tabletlerinde Gutilerden bahsedildiğini, Gutilerin de Kürtlerin atası olduğuna dair bir isnatta bulundu, bir iddiada bulundu. Bilirsiniz necədir əziz qardaşım? Mən qeyd etdim də Akkatlarla 100 il idarə eləyib. Özə qəribədir Kutilərin idarə etmə sistemi demək o 100 il ərzində ilk dönəmdə 6 ildən bir seçilən rəhbərlər idarə edir. Daha sonra bu 3 ilə düşür, daha sonra 2 ilə düşür, daha sonra 4-5 ilə düşən, yəni seçki yolu ilə. Bu seçki yolu bax türklərin Dədə Qorqud dastanında belə var. Yəni qurultaylar olur, toylar olur. O qurultay əvvəl toy deyilir. Toy sözü də əslində tikmək sözündən eyni kökdəndir. Yəni birlik, birləşmə. Və həmin Yoksa ben bir sual vermək Sümerlərdə istəyirəm. yəni Kutilərin adının keçməyi aydındır. İndi məsələ budur ki, onu hər kəs özünə çıxa bilər. Amma məsələ nədir? Hind Avropalılar eramızdan əvvəl 4-cü, 5-ci minilliyə qədər Qara dənizin üstündə yaşayıb. İndiki Qarıstan ərazisində yaşayıb. Daha sonra şimaldan Qara dənizin üstündən gəlib
Xəzərin üstündən demək üzü aşağı cənuba doğru gəliblər və ki Aral Gölü ərazisinə bunlar təxminən gəlib çatıb eramızdan əvvəl 1000-1500 il bundan əvvəl. Daha sonra buradan bunlar indiki Əfqanistan ərazisinə gəlir. Həmin əraziyə Aryan adı deyilir. Həmin Aryan ərazisindən bir hissə gedir Hindistana, digər bir hissə isə gəlib çıxır indiki İran körfəzi deyilir. Əski adından Bars Kəngər körfəzinə. Ora gəlib çıxmaları bunların eramızdan əvvəl 8-ci əsrdir. Yəni 2800 il bundan əvvəl. Aydındır əziz qardaşım. Yəni Evet. 2800 il bundan əvvəl Hind-Avropa xalqlarının İrani qolu gəlib bura çıxır. Həmin İranilərdən daha sonra kimlər yaranacaq? Kürdlər yaranacaq, Farslar yaranacaq, Talışlar yaranacaq və digərləri yaranacaq. Aydındırmı? Yəni 2800 il bundan əvvəl bura gəlib çıxıbsa, indi bunun üstünə hər kəs deyə bilər ki, bu mənimdir. Amma gəlmə tarixi bəllidir. Bu bəlli olan məsələlərdir. Rəşid bəy, Peki mən bir dənə sormaq istəyirəm. Sümerlerle Guti'yle özür dilerim Türk Devletleri Teşkilatı hakkında son bir soru Tamam. ineceğim. Kengerler bizim Sümerler diye bildiğimiz esas ismi kendilerine Kengerler diyorlarmış. Bu sizin dediğiniz Kenger bölgesinden yola çıkarak o bölgeden mi çıktı diyorsunuz Sümerler? Yani Gutilerle bir akrabalığı var mı Sümerler, Kengerlerin? Məsələ necədir əziz qardaşım? Biz türk deyəndə bir türkdən danışmırıq da. Böyük coğrafiyaya yayılmış, çoxlu topluluğu olan türk tayfaları var və necə ki indi fikir ver, bax Qazaxıstan, Özbəkistan, Qırğızistan, Azərbaycan, Türkiyə bax fərqli coğrafiyaya yayılıb və fərqli coğrafiyada yaşadığına görə fərqli qonşuları var. Fərqli qonşuları olduğuna görə fərqli belə deyək, siyasi, iqtisadi əlaqələri var və buna görə də zaman-zaman eyni uyğun gəlmir. İndi fikirləş o dövrdə də böyük coğrafiyaya yayılmış türk boyları var və bunlar fərqli zamanda fərqli formada yaşayır. Mən qarşıda inşallah iç oğuz, dış oğuzu ayrıca bir bölüm olaraq danışacağam. Ona görə bu məsələyə toxunmaq istəmirəm. Şumerlərin, ön Şumerləri mən türk qəbul edirəm. Və bayaq danışdım Urmiya nəzəriyyəsinin banisi Firidun Cəlilov. Mən ona ustad deyirəm. O Şumerləri türk qəbul etmir. Amma nə deyir? O da deyir ki, Şumerlər bu əraziyə gəlib, hara gəlib? Kəngər körfəzi ərazisinə gəlib, Subar bəyliyi olan əraziyə gəlib və bu əraziyə gəldiyinə görə kənarlar onlara Subar sözündən Şumer deyib, Kəngərlərin ərazisinə görə ona Kəngər deyib. Lakin mən bundan bir balaca fərqli düşünüb qeyd edirəm ki, həmin Şumerlərin öncülləri, necə ki türklər fərqli əraziyə yayılmışdı, o gələnlər də eyni ilə türklərdir. Lakin daha sonra bu şəhərlərə necə ki indi Amerika fərqli köçlər var, düzdür? Eyni ilə də o dövrün Amerikası ən inkişaf eləmiş mərkəzi Şumerlərdir və bura fərqli miqrasiyalar baş verirdi. Həmi əhali axınları və o ətrafda yayılırdı. Və təbii ki, necə ki Çinin içinə gedən çoxlu türk bəylikləri var idi, hansı ki artıq sonra tarixdə silindi, çinliləşdi. Həmin Şumer ərazisində də ətrafdan gələn o fərqli topluluqların miqrasiyası əsas kimdir? Ərəb və Yahudilərin ataları. Gəlib bu ətrafda yaşadıktan sonra artıq o Şumerlər, ön Şumer, türk olan ön Şumerlər ilə ərəblərin ataları qarışaraq fərqli bir topluluq yarandı və daha sonra bu elə həmin o ərəblərin ataları olan Akkadlar tərəfindən Şumerlər məğlub edildi. Sualı bilmirəm aydın izah edə bildimmi? Qaranlıq tərəf var. Çok teşekkür ederim. Sağ olun.